üçün olmuşdur. Bu körpü də 17-ci əsrdən bu yana dəfələrlə təmir olunmuşdur. O dövrdə tikilməyinə baxmayaraq, hələ də öz duruşunu, öz qamətini qoruyub saxlamışdır. Əlincə çay Kiçik Qafqaz Sıra dağlarından mənbəyini almaqdadır. Məlumat üçün bildirim, Əlincə çay ətrafında olan bitki örtüyü də zəngindir. Eyni zamanda elə yol boyu 17-ci əsr və daha qarşı illərdə tikilən körpülər də mövcuddur. Bu arada burada bir bitki var, diqqətimi çəkdi. Uşaqlığımı xatırladım. Buradadır, bunu göstərir. Bax bunlar. Bunun adına zınqırov deyirdik. 2 dənə əlimizə alırdıq. Bu quruyandan sonra belə eləyəndə, belə silkələyəndə cırın səs eləyir. Gedim ata verim, görüm at yiyəcəkmi? Ey at! Gəl, getdik dağlar gəzək, gəl. Minərəm ha. Nəysə, minmirəm. İndi isə bu gözəl mənzərəyi sizə izah etmək istəyirəm. Gördüyünüz kimi 2 dənə çay görsənir. Biri sağ tərəfdən, biri də sol tərəfdən gəlir. Sol tərəfdən gələn, ikisi də qarlı dağlardan mənbəyini alır, amma sol tərəfdən gələn isə Dəmirli dərə deyirlər. Məsələ adını da oradakı çıxan qazlı sular, Dəmirli sulardan götürmüşdür. İndi isə gedək həmin o sularla içib həm dadına baxaq, həm də sizə göstərək. Burada çay axır. Yanında isə bu gördüyünüz sarı torpaq rəngi olan yer isə elə qazlı mineral sudur. Nə üçün bu dərənin adı Dəmirli dərədir? Çünki burada olan minerallar, dəmirlər daha çox olduğuna görədir. Bu bataqlıq kimi görsənən bölgəni deyirəm. Qazlı sular çıxır. İndi buna baxaq, bismillah. Hər addımı, hər bir bölgəsi bir zənginlikdir. Zənginlikdən xəbər verir bu torpaqlar. Bax, bu da bizim bir bulağımızdır ki, aha. Buna baxıyıq. Əlhəmdülillah. Nə gözəl.
Həmd olsun Allaha ki, bu gözəllikləri bizə bəxş edib və bu gözəl yerdə yaşayırıq. Elə bir yerdə yaşayırıq ki, ölkəmizin hər bir yerində dinçlik, sakitçilik, sülh, maşallah olsun. Bir də bu gözəl təbiət. Bu gözəllik ayrıdır, ifadə etmək olmur. Salamünaleyküm. Hoş gördük. Mal heyvan saxlayırsınız yoxsa? Əlbəttə təsərrüfatım da var, malım da var, heyvanım da var. Amma Ləkkətaq gözəl yerdir. Bəli, Ləkkətaq yaşamalı yerdir. Ləkkətaq indi hamı da gəlir kət yerlərinə. Vaxt var idi, gedirdi. Kətdən gedirdi. İndi bax hamı gəlir kət yerlərinə. Niyə? Çünki da yaşamalı yer kət yerdir. Mal saxlayırsan, heyvan saxlayırsan, Arı saxlayırsan. arı saxlayırsan. Arın da var. Arım var idi. Arım mən evlənəndə mənim qaynatam qızına cehiz vermişdi. Arın. Hə. Bax, maşallah qaynatalara bax. 6 dənə arı vermişdi. Ha. O vaxtlar baxırdım, ta ki gəlirdi o balıq şirəni götürmək vaxtına. Onda vuranda çox pis vəziyyətdə olur. Hə, olur. Çox pis. Ona görə onu ləğv elədi. Ha. Amma yox, malım var. Mal heyvan var da. Var, şükür, çox şükür. Ondan dolanır. O olmasa, O nəvəndir yəqin. bəli, o da mənim nəvamdır. Maşallah. Maşallah gününüz olsun. Maşallah. Maşallah gününüz olsun. Evində dağlar qoynunda. Hə. Peki, adı nədir nəvən? Əli. Əli bizi qarşılayır. Bəli. Nə yaxşı əkinçilik eləməmsin. Yox, əkinçilik burada həyətimdə orada var. Orada bostanımdadım hamısı orada. Buranın lobiyası, xiyarı. Xiyarı, lobiyası, kartoşkası, hər şeyim var. Bax. Vallahi hər şey. Maşallah. İşləyə adam oxşuyursan. Mən özüm 18 il tikintidə işləmişəm. Maşallah. Ziraatçı işləmişəm. Eləmi? İndi də ondan dolanır. Görmüşəm sizi televizorlarda çox görmüşəm. Bir dəfə də gəlib ki, bizim bu dağları gəzəndə orada şəkil çəkdirmisiniz. Bizim uşaq Cacıqdan gələnlər. Onlara çay vermisiniz. Onlar sizə verməkdən, amma siz onlara vermirsiniz. Bizə salam ana, xoş gördük. Necəsiz? Sağ ol, xoş gününüzə gəlin. Mən də dağa gəlirəm deyə. Nə olur, biz kətçiyik, hamımız kətçiyik. Deməli, orada Cacıqdan gəldilər onlar. Uşaqlı baxdıq, telefonda baxdıq. Baxdınız mı ona? Baxdıq, hə. Heç demədilər deyə Cacıq aparıyorsun ona. Görürsən. Demədilər. Yox, dedilər, zarafat edim. Nə qədər dedilər, dedim ki, Yox, deyərlər, onlar elə. buranın cəmaatı qonaqpərvərdir. Bu, maşallah, 2 nəvədir. 2 nəvədir, bu qız nəvamdır, o oğlan nəvamdır. Eləmi? Hərəsin bir dənə balası Arasın var. bir uşağı. Gənc ailədilər. Gəldilər, amma düzdür, o bir oğlumun işidir, onlar şəhərdə. Bu nə gözəl qızdır. Sən nə gözəlsən. Maşallah, maşallah. Gününüz olsun. Allah bərəkətli ömür versin. Sağ olun, Allah sizinkilərə. Elimizin adət və ənənələrinə görə gələn ilk qonağı yemək vaxtıdırsa, yemək süfrəsi, yeməkdən öncədirsə, çay süfrəsi. İstəyir yeməkdən sonra olsa, yenə də yemək təşrif edirlər. Biz sizin evinizə, gəlişimizə sevindik bu arada. Təşəkkür edirəm. Buranın çayı ayrı, ən əsası odur ki, ailənin bir istiliyi var. Bu cavız çöçəsidir o yer. Var, tandır çöçəsi. Bizdə də təndir çöçəsi olacaq yəqin ki. İnşallah. Təndir çöçəsinin ki, şirin çaydır. Elə şirin çaya da uşaq da orada. Ay gözəl insan.
Bu kəndiniz haqqında bir danış görək. Keçənlərdə burada olmuşam. YouTube kanalımda da paylaşmışam. Elə burada da YouTube kanalımı gördünüz. Instagram səhifəmdə. 2 dənə atlı oğlan gəldi cacıq yığmaqdan. Çay içdi filan. Adlar nə idi? Birinin adı Mübarizdir, birinin adı Yadulladır. Dedi at bizimdir. Özlərinin. Sənin atın varmı? Yox, mənim yanımda Bax uşaq. durub gedər, amma atın varmı yoxmu? Atım olub. Amma ta indi hələ özümün elə bir saxlamaq imkanım yoxdur ki, bunu aparam ötürəm. Maşallah nə indi? Yox, ta yaş 63 yaş var. 63 nədir? Yox, tamam. Maşallah olsun. Baxıram buranın dikit sanlı gümrahsın. Məcbur çıxacaqdım da. Çıxmayıb aşağıda oturmayacaqdı Məcbur neydi? çıxacaqdım ona. Hə, nəvələr var maşallah. Neçə nəvən var? 4 nəvəm var. İkisi bayaq o buradan çıxdan oğlan uşaqlar. Maşallah. Şəhərdə olur. Amma bu bir oğlumun uşağıdır, o biri də qızımın uşağıdır. Maşallah. Allah bərəkətli ömür versin. Mürəbbə hansından qoyun? Yaşına görə deyil, amma yoxsa qonaq mənəm burada. Mən qoyum da. Yox, burada söz üstünlüyü mənimdir, qonaq. Yox, birinci deməli Şah Abbasla vəziri, bilmirəm əhvalatı bilirsiniz yoxsa yox. Deyir ki, elə bir evə apar məni ki, o evdə şah mən olum. Yəni söz ya da şah kim olsun? Ay Allah nə gözəl şeydir, unutdum. Nəysə ora indi bilərlər, yazarsınız bilənlər. Və gəlir gör ki, evdə yəni hamı uşaq dediyini eləyir. Yəni şah da belə uşaq dediyini eləyir də. Demək deyir ki, bəli, bir evin şahı onun ən körpəsidir, uşağıdır. Ona görə uşaq olan evdə söz savd olmaz. Hər Allah heç bir ev uşaqsız eləməsin. Amin, amin, amin. Nəvədə bomboşqa şeydir. Elə deyirlər nəvə şirin olur. Şirindən Mən biraz inandırıcı gəlmir. Yox. Bax elə bir suya nəvə də düşüb, baladır. Hansını götür? Nəvamı. Mən birinci Ay sən nə danışsan? Allah mən nəvamı alım otaram. Mən yox Niyə uşağım, oğlum yekədir, o özü xilas eləyəcək. Amma bu yox, şans yoxdur. Yox. Birini götürəsən. Sağ əlimə otaram nəvama, sol əlimə otaram oğluma. Ürək soldadır da yəni. Amma mən düşünürəm ki, övlad. Yox, əlbəttə, övladın övlad yeri var, nəvanın nəva yeri var. Əslində o nəvəm hələ yoxdur deyə bəlkə İnşallah olar, Allah qismət eləsin. Qismət eləsin, görəsən, onda görəsən. Limon? Yox, mən limon salmıram. Salmırsan, niyə o salmadı? Mən sizə mən. Atın yoxdur deməli. Atım olub. Maşallah, qaynatanda qaynatıb. İlk dəfədə eşidirəm ki, qaynatam qız ərə gedəndə daim olub. Qızına 6 dənə arı vermişdi, cehiz. Düşünsünüz. 6 dənə arı vermişdi. İndi 1 kilo bal verən yoxdur. 1 kilo nədir? Bir beçə verən yoxdur. Sən verirsənmi qızına? Yox, qızıma yox. Mən ta indi saxlamıram. Amma indi qatığın südün olur. Olur, niyə olmur? Həqiqi. Vallahi malım var, onun qatığı. Buradan o mübarizə səslənir. Mübariz cavan idi, yoxsa o birisi idi? Yox, o alçaq boy. Yadullah yaşlı idi. Yadırlar, o yaşlı, uzundu, amma mübariz bala. Elə ikisindən də böyüyəm mən onu. Atınızı sabah hazırlayırsınız. Gələm at minməyə. İnşallah. Gedəcəm dağları fəth etməyə. Allah. Gəzməyə xoşlayırsan dağı. Özün əsgərlikdən gəlmişəm. Əsgərlikdən gələndən sonra, 81-dən sonra briqada işləmişəm. Sonra ferma briqada işləmişəm. 4 il. 4 il bu dağlarda olmuşam. Fermamız, bu meşə tərəfə getdiniz. Siz Dəmirliyə getmişsiniz. Bu yan xəzinə. Yox, yarpaqlı idi. Yox, Çola dərəsi. Çola. Bilirəm, Söğütdün yanında oturmaq üçün stol zat da qoyulur. Onu da biz qoymuşuq. Çayın qırağına qoyduq. Camaat gəlib orada oturub yeyibsidir. Birində dedim, bu manqalzad da aparıb hazırlayıb qoymuşduq. Get camaat gedir, getsin orada otursun, yesin. Bir gün gedərik. Nə vaxt gəlsin? Mənlik olar hər şey. Hər şey bizdikdir. Yox, Valla, hər şey bizdikdir. Yox, mənim özüm xoşlayıram. Mən özüm çörək verən kişinin oğluyum. Əlbəttə. Siz gəlin, siz qonaq gəlirsiniz. Allah razı olsun. Nə varsa bizdikdir. Bu arada istəyirəm ki, xüsusən vurğuluyum. Culfa rayon icra hakimiyyətinin əməkdaşlarına və rəhbərliyinə və eyni zamanda Ləkətağ rayonunun icra nümayəndəliyinə, rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürümü bildirirəm ki, bizə
Culfa rayonunda çəkiliş üçün dəstək oldular. Buna görə öz minnətdarlığımı bildirirəm. Yollarınız gözəl, suyunuz gözəl, çayımız gözəl. Biz çay içirik, biraz kiçik həm söhbət olub, sonra yemək süfrəsində görüşərik. İndi isə sağollaşıram, yeməkdə görüşərik. Beləliklə artıq yemək süfrəsindəyik. Nəvələrin baba alıb yanına. Nəvələrin adı nə idi? Bunun adı Əlidir, bunun da adı Nəzrin. Əli və Nəzrin xanım. Gözəl xanım. Nəzrin, Əli hansından yersən? Kartof, göbələk, kotlet. Hangindən istəyirsən? Baba, dilin başa düşsənsə dönüm. Hangindən versin? Baba deyir, hangindən verməyəsin? Bu. Kartofka yersən. Kotlet. Buyur, bismillah. Aha. Bu da sən kartofun. Birinci uşaqdan başlayarlar da. Göbələk verirmi? Yox. Verməyəcək. Birinci baba yesin. Əgər sağ qalsan, nəvə yeyər. Nəvə yeyər. Kotlet, sənə hansından şirin qız? Nəzrin xanım, bax, kotlet, kartof. Basın. Aha. Hayır, hardan yığılıb bu? Bu gedib ki, yuxarıda cadıq yığanlar üçün. Deyirlər savuşu, bax. Göbələk, yox, göbələk hələ. Savuşub da, amma çıxır da. O Məsələn, kənd, qar gedən yerlərdən indi təzə çıxır. deməli, burada göbələk necə? Həmin dağ göbələyidir. Tərkibində böyük ehtimal dağ sarımsaqdır, kəvərdir, hə bu? Çöl kəvarı. Çöl kəvəri, yumurta, nehrə yağı, inək saxlayır deyə nehrə yağı işlədir və çöl sarımsaq. Dadına baxaq. Mən yerim, mən heç nə olmazsa sonra sən yeyər. İnşallah heç zət olmaz. Bismillah. Bizim göbələyin qorxusu yoxdur, bu göbələ. Yazıq uşaq acından ölmüş bu uşaq. Bu ayaq saqqal nəvə deyirsən, sən ona yemək də verməmisən. Təzə kaşır hardadır, indi vaxtıdır bəyan. Bu niyə vaxtı da? Mən tezdən saat oradasa 6-da, 5-də dururam. Yoldaşımla durup mallarımızı. Bu sağı seçirik, mən aparım, ötürürüm. Aparım, saat 7-də apardım, ötürdüm. Aha. 7-də ötürdüm, saat 9-a qədər yenə bir 2 dənə 3 kiloluq balon yığmışdım. Bugün, dünən zaten. Bu gün də, dünən də. Hardan yığırsan? Yerini deməyəsən. Yox, niyə demirəm? Bu dəqiqə hara getsən, bax indi çıx, bax bura, bax bura, bu evin qabağı var. Bu dik. Hə, çıx fırlanca yenə bir 2 kilo yığarsın. Bax, Mən həyəcanlandım. O Bahimət yolunda çeşmə var, bulaq var. Bəli. Bax elə onun yanından çıxdım. Çıxdım ora kəpsən. Oradan yenə bax belə 2 dənə 3 kiloluq balon rahat vardı. Mən belə eləyim də. Ora at lazımdır. Yox, atı nə edirsən? Atla yığmaq olmaz. Atla çaşır yığmazlar. Atla gedərsən, atı minib aparıb bağlayarsan bir yerə. Ora da maşın girdi, Hadi maşını qoyarsan bulağın yanına, çıxarsan o daşların içinə. İlan yoxdur. Yox, hələ mən bax yazdan bir belə getmişəm, çölə gəlmişəm. Cəmi o günü bir dəfə ilan gördüm uzaqdan. Özdə 100 dənə görüm, gedim ayağımı qoyum üstünə. Gedim gəlim, mən öldürməm. İlana dəyməm. Bu çaşır çox dadlıdır. Mən düşünüm, o turşudur, o turşuluqdur. Onun turşuya qoyur. Amma bunu mən elə bir gündəlik yeyirəm. Bunu çox qaynadır. Deməli, Yapon və Kanada alimlərinin araşdırmasına görə çaşır bitkisini. Keçən dənə bir çox dəyərli müəllim onun paylaşımını mənə göndərmişdi. Çaşırın xərçəng hüceyrələrinin məhv etdiyi haqqında. Amma çaşırı çox qaynadıb suyun çox dəyişməmə şərti ilə və yalnız ac mədəyə qəbul etmə şərti ilə. Ac halda yemək. Bu əli acdır, əlin yedizdirir, əli sən dayanmaya başa dön. Ye, su
Suvab oldu sağ ol. Məncə sən kaşır yığmaqdan qabaq birinci Müəllim danışdınız da, bunun zoğun çox adam istəyir. Bu çaşırı. Əksər adamın bu xəstə xəstəliyinə görə bunun zoğun deyirlər məsələn. Neynirlər? Qaynadıb. Qaynadıb içirlər. Zəhərdir da, zəhər. Əslində xərçəng xəstəliyin ən böyük müalicəsi ac qalmaq. Acı qabıq. Ac qalmaq, yemək yeməmək. Düzdür, həkim məsləhəti almaq lazımdır istənilən halda. İndi avdıq nədir? Hə, biz avdıq deyirik, amma Bakı tərəfdə ovduq da deyirlər, qatılama da deyirlər. Amma ən çox Naxçıvan bölgəsi və Yerazlar avdıq deyir. Siz avdıq deyirsiniz. Biz avdıq deyir. Amma ovduq da deyirlər da. Hər an bir ləhcəsi var. İndi avdıq daddır, yoxsa ovduq? Elə eyni şey. Buna bol şüyüt vururlar bizdə. Sizdə də elə eləyirlər. Şüyüt də vururlar, keşniş də vururlar. Keşniş, soğan, xiyar. Bizdə belə eləyirlər. Asaqla, avdıq ürəyin istəsə, deyim, bir kasa da sənə verir. Sağ ol. İkimizə bu bəhs Bas eləyir. eləyər, bas. Dostlar, avdığın bu şəkildə, bismillah. Bugün gördünüz gələrkən ot biçimini göstərdim, pres yığırdılar göstərdim və orada vurğuladım ki, mal heyvan saxlamaq asan iş deyil, çox çətindir. Çətindir. Çox çətindir və hər kəs qatıq, süd, pendir, kənd belə deyir, amma bunun görünməyən tərəfi var ki, otu yığmaq var, yemləmək var, heyvana baxmaq var, sonra məhsulu qəbul etmək. Bu arada pendiriniz mükəmməl idi. Çox gözəl pendirdir, əllərinizə sağlıq. Ev xanımına da minnətdaram. Bu əziyyət çəkib süfrə açdılar. Allah xoş olsun. Mən istəyirəm rahat yemək yeyim. Həm də bizim komandamız var ki, televiziyadan buradayıq. Bircə mən yeyim, onlar qıraqdan baxsın, bu mənə təsir edir. Təsir etməsin deyə yeməyi əvvəla haqqında bildirim. Kartof çox dadlı idi, göbələk, dağ göbələk idi, mükəmməl bir dada malik idi. Avdıq yaxşıdır. Bundan da bir qırım, sonra ev sahibi deyər ki, bizim ətdən yemədi. Bismillah. Deyirəm axım, ərli niyə kotleti sevir? Çünki çox dadlıdır. Sağollaşıram. Birazdan görüşərik. Mən sizə təşəkkür edirəm. Allah razı olsun. Malınıza, mülkünüzə, canınıza, evinizə, elinizə, ailənizə Allah bərəkət versin. Allah yoxsulluqla imtihana çəkməsin. Allah Teala övladlarınızı bu dövlət üçün, millət üçün, xalq üçün, dinimiz üçün yararlı övladlardan eləsin. Ruzunuz bol olsun. Allah sizi heç kimə möhtac etməsin. Sağ olun, sağlıqla qalın. Sizin də hər nə vaxt bu kəndə ayağınız düşsə gəlsiniz, bu qapımız üzünüzü açsın. Allah razı olsun. Gecə olsun, günüz olsun, nə vaxt gəlsiniz, buyurub gələ bilərsiniz. Minnətdaram. Çox sağ ol, çox şad oldum. Sağ olun. Biz sonra özümüz söhbət edəcəyik. Bizim sağollaşmağımız sizlər üçündür. Hələ biz axşamacan buradayıq. Hələlik. Çox maraqlı idi, yemək yedik və indi yeməkdən sonra çay süfrəsini qarşıda bir gözəl bir məkan var, orada çayımızı içəcək. Hər kənddə, hər bir eldə, hər bir obada demək olar ki, bir evimiz vardı. Ləkətağ kəndi ümumiyyətlə kənd olaraq çox qonaqpərvər kənddir. Bugün tanış olduğum ailə isə mənə elə bir doğma his buraxdı ki, ümid edirəm ki, bu hisslərim hər zaman mənim həm qəlbimdə, həm də ağlımda qalacaqdır. İndi isə getdik çayımızı içməyə. Biraz əvvəl süfrədə söhbət edirdik ki, o vaxt cacıq yığanda YouTube səhifəmizdə olub, onlar ki, görüşüb. Həmin bu iki yoldaşıdır. Birinin adı Mübarizə idi, bir də Yadullah. Mən çox şad oldum.
Gedək evə çay için qonağımız olur. Verə bilər. Siz demirsiniz de, bu kişi heç demir, mən deyirəm. Gedək Göydəriyə qonağımız olur, bir çay için. Siz desə biz çay verə bilər. Sağ ol. Fəxr edirəm. Allah razı olsun. Allah. Birinci sınıfa, ilk iftas. Ha, müəllimlərdir, ha, maşallah. Fəxr edirəm sizə. Ondan sonra Allah sizə razı qəşəng olsun. bir qonaq verə bilər. Var olun, minnətdarım. Allah razı olsun. Allah köməyiniz olsun. Xoş gəlmisiniz. Hara gedirsiniz belə Biz gedirik. istirahətə? Ha, istirahət. Ha. Salam, xoş gördük Ağsaqqal. Qardaş necəsiz? Sağ ol, siz necə? Güzel tanıyırıq. Sağ ol, sağ ol. Ayo, televizorda hamısı. Sağ ol. Necəsiz? Sağ ol. Ha. Bəs hara mən sizə bir çay alım, bir yerdə çay içək. Allah var. Mən sizə alıb da. Yox, bir yerdə Babamızdan bir secə sən çıxsan nuru görərdin nə var nə yox. Bunun 60 illik biz orta məktəbə tutarmışıq. 60, hə sinif yoldaşı olmuş. Yoldaşlar, Bir yerdə 20-dən 20 nəfərdən 7 Bir burada yerdə oldu. oturmuşduq. Bu işi sağdı. Saçsız rəhmət edəcək. Bu Bizim uşaqlardır burada oturan. Ay maşallah, maşallah. O vaxtı benetqomuzdur. Böyle saqqallarından biri budur. Ha. Bu uşaqlardır burada oturan. Qadan alır. Bu il 60 illiyi, 66-cı qutarmış. ha, maşallah 71 yaşınız var. 71 nə adında bu uşaq Bilirəm də mən. Mən xidasmədən 77-də. Gəlin gedək bir yerdə çay içək. Sağ olun. Sağ olun. bir reklamadan olur. Nə qulluq eləyim mən sizə? Görüşərik. Sizin həmişə fəxr eləmişik. Sağ olun, Fəxr minnətdarım. eləyəcəm. Sağ olun. Xoş gəlmisiniz Mübariz Sağ ol. müəllim. Kənddə olduğunuzu eşitdik. Sizi bir çay süfrəsinə qonaq eləmək istədik. Təşəkkür Xoş edirəm. gəlmisiniz. Həmişə siz Var gələsiniz. olun, Allah razı olsun. Keçin. Bura Xoş çox gözəl deyirlər. Gedək gəl. Çayın səsi də gəlir. Qonağınız olurmu? Bəli, olur. Hə, maşallah olsun. Salam, necəsiz qardaş, nə var mı? Həmişə baxırıq. Ziya bəyə də tanış edeyim. Ziya bəy bu kəndin icra nümayəndəliyi müavinidir. Bizə burada çəkilişdə çox dəstək olub və birgə bir çay içəcəyik. İndi ən yaxşısı budur dostlar. Çay süfrəsində bərabər həm söhbəti olacaq. Buyurun Mübariz bəy. Təşəkkür edirəm. Dağ havası, bəzi qanunlarımızdan fərq. Minnətdaram. Deməli dostlar, məlumat üçün bildirim bu bölgəyə gələrkən burada çay içməyin ayrı bir gözəlliyi var. Həm də olsun bizi yaradana ki, bu gözəlliyi, bu anları bizi yaşamağı, görməyi, hiss etməyi də nəsib etmişdir. Əvvəla mən sizə təşəkkür edirəm ki, bu gözəl yeri məsləhət bildiniz, bura gəldi və burada da dostlarımızla bir arada görüşmüş olduq. Qismət, nəsib Bakıda olur dostlarım, bir qismi isə Naxçıvanda olur. Bu gözəl anı, bu gözəl dəqiqələri əlbəttə sizinlə bölüşürəm. Hikmət bəy, neçə vaxtdır buradasınız? Ama tanıştırmasaydın. Siz, buyurun. Siz bəlkə bir kəlmə deyərsiniz. Çox sağ olun. Hamınız xoş gəlmisiniz. Biz də buranın qonağı sizin kimi. Biz amma daimi qonaqlarıyıq. Biz Naxçıvanda oluruq. Bizim Rusiyadan dostumuz var, Bakıdan da qonaqlarımız var. Maşallah. Gəliblər buranın, bu mənzərənin belə deyək də, dadını çıxartmağa. Amma biz imkanımız düşdü Naxçıvanda oluruq, bura tez-tez gəlirik. Nuş olsun sizə. Sağ ol. Bir daha sizi salamlayıram, qonaqlarımızı Sağ olun. salamlayıram. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Bu kəndin digər kəndlərdən üstünlüyü az öncə də dedim, bəlkə də mənə görə qonaqpərvərlik olar. Yəni hansı bir qapını döysəz, o qapıdan adsız yola salmazlar. Mənzərəsidir, yəni turizm bölgəsidir, inkişaf edibdir, dövlət tərəfindən də işlər aparılır. Əhalinin yaşaması üçün hər cür şərait yaradılır. Və qonaqlarda var. Qonaqlarda bəli. Xüsusən də yay fəslində demək olar ki, kənddə yəni necə deyim,
turizm bölgəsi olduğuna görə tanımadığımız insanlar daha çox olur. Yəni istirahət məkanları vardır. Yəni kəndə yad insanlar, o yadçı, yəni qonaq qismində Bəli, gələn. qonaq qismində üstünlük təşkil edir, gəlməkdə üstünlük təşkil edirlər. Ümumiyyətlə bu kənd relyef olaraq çox gözəl relyefdə yerləşir. Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir və bu gördüyünüz Gür çay isə elə mənbəyini Kiçik Qafqaz dağlarının qarlarından və yağış sularından əldə edir. Su ümumiyyətlə, hətta biraz əvvəl mövzumuz oldu ki, mən dedim ki, bu su o qədər təmiz və safdır ki, içməkdə olar. Heyvan sürüləri olur ki, bunu daha yuxarılara, otlaq sahələrinə aparırlar, yaylaqlara. Yaylaqda əlbəttə olur da heyvanlı suya içir, içindən keçir, lillənir. Biraz olsun kirlənə bilər, amma hal-hazırda çox təmiz və saf sudur. Əsas odur ki, insanlar suyu kirlətməsin. Əgər yeri gəlmişkən, buradan bir mesajımı göndərmək istəyirəm o kəslərə ki, el suyuna, el arxına heç vaxt həyətinizin pis sularını ora birləşdirməyin. İstər sanitar qovşaqlarının, istər hamam otaqlarının fərqi yoxdur. Etmək olmaz. O, ən böyük günah işlərdən biri sayılır. Nə var? Təmiz suyu qorumaq lazımdır. Bu kəndin eyni zamanda qoz ağaçlarının qozu çox yaxşı olur, itburnu yaxşı olur, kaşırı yaxşı olur, pendiri yaxşı olur, göbələ yaxşı olur, cacığı yaxşı olur. Hətta bu yaxınlarda bazardaydım Hikmət bəy. Bir dən yuxu tutarsan, ona görə arada çağırım. Bazardaydım, sağ ol canım, çay əladır, birində içərəm. Dondurmanla birində içərəm. Söz demərəm yəni. Deməli, Şahbuzun Keçil kəndi dedi ki, mən Ərəfsə, Ləkətağlar yuxudan durana qədər atla gedib, cacığı, kirşi yığıb qayıdır. Onu düz deyir mənim. Eləmi? Bəli, bizim zonada, yəni Ərəfsə kəndində o tərəfdə məsələn Şahbuz demək olur ki, yeri ilə orada. Yəni Ərəfsəli, Ləkətağlı gedib o məkana çatınca Şahbuzu qayıdır. Çalışqandır. Çalışqanlar, bəli. Deməli, sabah Hikmət qardaş bizi qonaq çağırır. Deyir, Babək rayonunun Qoşa Dizə kəndinə. Deyir ki, 2 dənə beçəni kəsəcəm. Deyirəm, neçə nəfər? Deyir, 7. Arxada bir 4 nəfər də olar, 12 nəfər. Deyirəm, normalda bir beçəni 2 nəfər yeyir. Adı üstünə beçən. Adamlar tək yeyir. Deyir, qardaş, beçəni artıran varam, amma adamı azalda bilərəm. Qonaqpərvərlikdən danışır. Sonra mənə deyirsiniz ki, ay mübariz, bəs sən qonaqpərvərlik deyəndə seçirsən bölgələri. Seçməyim, neyiniyim? Mən buradan bu çəkilişi görəcək Qoşa Dizə kəndin sakinləri. Unutmayın ki, bax belə kəndin sakinləri də var. Yəni 2 beçənlə 20 nəfər yola salmaq istəyir. Mən də Ordubadlı qardaş, bir də mən utandıq deyə deyir ki, gəl bizdə qonaqlıq verək sənə. Bütün küllü küfləti götür gəl. Bu da deyir ki, yo, sən pişir gətir, bizdə az olar bizdən. Belə qonaq çağırarlar, Hikmət var. Görək inşallah sabah yaxşı olmalı. Sabah. Sabah. Kəndimizdə qonaqbarmaq çatdı. İnşallah siz sabah çağırır, lap yaxşı olacaq. 2 beçəni. Yox, artırarıq beçanı. Adamı azaltmarıq, beçanı artırarıq. Biraz mərd ol, görsən. Kətdən belə adamlar da çıxır. Siz kənddə yaşayırsınız. Siz yoldaşlıyıq. Kətdə yaşayırsınız. Bakıda yaşayırıq. Amma siz utandınız da, yəni. Bizim də kəndimizin qonaqbarvadı olduğunu göstərməliyik. Əlbəttə. Məncə Azərbaycanın hər bir bölgəsi qonaqpərvərdir. Əlbəttə malum. Amma içərisində Təəssüf ki, nə deyir? Deyir ki, qonaq sevmək evyəsi də heç bilir. Bax, bu o həmin şəxslərdir. İnşallah sabah sizi gözləyirik. İnşallah. Bu arada qeyd etmək istəyirəm, bu gördüyünüz
narınca bax, narınca, saçlar saralınca. Düzdür, musiqi ilə yeri yoxdur, amma bu gözəl mürəbbəni elə bu kəndin sakinləri bişirir və çox mükəmməl bir dada malikdir. Çayla bir arada gözəl olur. İstəyirəm mən sağollaşım. Bugün çox maraqlı gün oldu bizim üçün. Həm bu dostlarla görüşməyim, bir arada olmağım. Yəni şükür, həm də olsun Allah. Eyni zamanda bu kəndin həm gözəl yerlərini göstərdik gələrkən, eyni zamanda qonaqpərvərliyini istəyirəm ki, Hikmət bəy kimi insanlar da nümunəvi olaraq görüb, ibrət alsınlar. Amma bu bir zarafat idi. Hikmət qardaş da mehribandır, söz zarafata sağ deyərlər. Ziya bəy, sənə təşəkkür edirəm. Çox sağ olun. Bizə göstərdiyin dəstək və əməyə görə haqqınızı halal edin. Halal xoş olsun. Ümid edirəm ki, bu kəndin gözəlliklərini birgə paylaşdıqdan sonra elə insanların bura gəlişi daha da çoxalar və evdə niyə oturmusunuz? Bəzən gəlib gəzmək lazımdır. Başqa ölkələr deyil. Öz ölkəmizin gəzməli, görməli yerləri daha çoxdur. Bizə göstərilən bu xidmətə görə Dağ Havası restoran bütün əməkdaşlarına və rəhbərliyinə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sağ olun, sağlıqla qalın. Qısa zamanda görüşməyi ümid edirəm. Hələlik.